Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, dəyərli vətənsevərlər. Atalar demişkən, ot kök üstündə bitər. Görəsən bunu yazan ata yəqin ki, öz dövrü üçün yazıb, yoxsa gələcək nəsil üçün yazıb. Amma çox təəssüflər olsun ki, uzaq görən olmayıb. Çünki bu səfər kök ot üstündə kül oldu. Söhbət nədən gedir? Təbii ki, Azərbaycanın xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruzdan gedir. Məlum məsələdir ki, Şəfəq Novruz erməni aktyoru ilə səmimi görüşərək, öpüşərək səmimi görüntülər yayıldı. Həqiqətən də çox üzüldüm. Bu görüntünü görəndə qarşıma çıxdı. Çox üzüldüm. Bir Azərbaycan qadını olaraq çox utandım onun yerinə. Nifrət elədim. Özü də xalqın artisti qızı. Çox təəssüflər olsun ki, görəsən Azərbaycana nə baş verir? Bir neçə gün öncə Azərbaycan müğənnisi erməni müğənnisindən yüksək bal verərək görüşüb öpüşdülər. Vazmış kimi Şəfəq davam etdi. Kim bilir, kimlər edəcəkdir? Nə tez unutdunuz anaların göz yaşları şəhid analarımızın. Nə tez unutdunuz ərənlərimizi, gəlinlərimizi, əsirliklərdə başına 10 yaşlıqlarını, torpağımızın işğalı zamanı neçə şəhid qurbanımızı nə tez unutdunuz. Şikəst qalmış vətən yolunda qazilərimizi nə tez unutdunuz. Onlar öz canlarından, qanlarından keçdilər ki, siz bu görüntülərlə, düşmanla görüntülərlə ürəklərinə dağ çəkəsiniz. Çox təəssüf edirəm. Çox. Heyf şəhidlərimizin qanından, heyf qazilərimizin sağlamlığından, veteranlarımızın vəziyyətindən. Çox təəssüf edirəm. Zaman var idi, erməni qızları Azərbaycan oğlanları ələ keçirtməkdən ötürü və öz soyunu Azərbaycanlı etməkdən, türk oğlu yetişdirməkdən ötürü münasibət qururdular. Bilirsiniz, məni nə qorxudur? Qorxuram ki, bu tərsinə olar, belə getsə. Uçuruma gedərik. Sözümü qəribsiyə salmayın, dəyərli izləyicilər. Həqiqətən də düşünəndə insan 100 dənə fikir gəlir. Amma çox təəssüflər edirəm ki, yəni illərdir həsrətlə torpağımızın yolunu gözləyirdik. Həsrətlə azadlığımızın, torpaqlarımızın azadlığını, daha doğrusu yolunu gözləyirdik ki, azadlıq olsun, şəhidlərimizin qanı yerdə qalmasın. Sonda nə olur? Düşmanla üz-üzə oturub səmimi görüntülər olur. Görəsən bunun arxasında nə dayanır və kimlər dayanır? Maraqlıdır, dəyərli izləyicilər. Siz necə düşünürsünüz?